İyun ayının 1-i 2025-ci il. Yenə də bu dünənki kitabla birlikdə gəzirəm. Hər səhifəsini oxuduqca fərqli şeylər öyrənirəm və hər dəfəsində məni təəccübləndirməyə davam edir. Asta-asta oxuyuram, yavaş-yavaş oxuyuram, başa düşməyə, həzm eləməyə çalışıram. İndi cəmi 2 səhifə oxumuşam və onu düşünürəm, çoxlu düşünürəm. Həmin bu 2 səhifəni həm bura yazmaq istəyirəm, qalsın burada. Özüm də baxacam bu videoya. Həm də ola bilər ki, kiminsə qarşısına çıxar, düşünər, komment yazar, fikirləşər. Həmin bu 2 səhifədə yazır ki, biz həyatımızda baş verən bütün təcrübələrdə müsbət olsun, mənfi olsun, məsul olan şəxsik. Tutaq ki, sizə kimsə pis davranırsa, bunun dediyindən belə çıxır ki, orada məsul olan şəxs bizik. Xəstələnirsinizsə, orada məsul olan şəxs yenə bizik. Ondan sonra, nə bilim, hər hansı bir qəza yaşayırsınızsa, orada yenə məsul olan şəxs yenə bizik. Açığın desək, beynim çox qəbul eləmir, amma axıra qədər getmək istəyirəm. Və sonra o 2 səhifənin sonunda belə bir şey deyir ki, bəs yaxşı, əgər məsul olan şəxs biziksə, onda bu o deməkdir ki, bizim daxilimizdə sağalmalı olan hər hansı bir şey vardır. Belə düşünək də, bir maşının motorunda hər hansı bir problem olursa, xarablıq olursa, həmin o xarablıq gətirir, tez-tez qəzalara çıxardır da, düzdür? Yəni, bu onu demək istəyir. Mən elə başa düşdüm. Hə, yəni, o qəzalara gətirir, çıxardır. Onun üçün də o maşının öz içində olan problemləri həll eləmək lazımdır. Motorundakı o problemi həll eləmək lazımdır. Və o problemi həll elədikcə artıq qəzalarda olmayacaqdır. Yəni, bunun məntiqi budur. Bunu demək istəyir kitab. Hə. Bir də deyir ki, həmin o problemi həll eləyib sağalmaq üçün bir kod vardı. Həmin o koddan istifadə eləmək lazımdır. Kodu deyir. Kod nədir? Deməli, burada bir yol vardı. Bura girək görək. Burada nə deyir? Bax, yol budur. Hə, bura deməli, mən heç vaxt görməmişdim buranı. İndi gördüm. Neçə ildir burada yaşıyorum özdə. Camp d'internement. Deməli, bura. Dəlilər eviymiş. Bizdə nə deyirlər ona? Dəlilər evi deyirlər. Dəlixana, hə, dəlixanaymış. 1939-cu ildə dəlixanaymış bura. Bax, gedək görək, ora girmək olur, yoxsa onu baxaq da. Nəysə, mən kitabın şeyini davam edeyim. Hə, deyir ki, bu motordakı yanlışlığı düzəltmək üçün daxilinizdə olan sağalmalı olan hissəni sağaltmaq üçün səni sevirəm ifadəsini istifadə eləməlisiniz. Başlamalısınız o ifadə ilə və səni sevirəm ifadəsini başqalarına yox, özünüzə işlətməlisiniz. Özünüz üçün işlətməlisiniz. Çünki başqalarının sağalmağa ehtiyacı yoxdur, sizin sağalmağa ehtiyacınız vardır. Başqaları ilə işiniz olmamalıdır. Özünüzlə məşğul olmalısınız. Özünüzün üzərində konsantre olmalısınız, özünüzü sevməlisiniz və bunun nəticəsi olaraq da siz sağalacaqsınız. Sağaldıqdan sonra da artıq həyatınızda o indi yaşadığınız problemlərdir, indi yaşadığınız xəstəliklərdir, indi yaşadığınız negativ hadisələrdir və s. də bax, bunların deyir ki, artıq heç birini yaşamayacaqsınız. Bir də bu arada dostlar, bu küçədən ilk dəfədir keçirəm. Yəni, heç vaxt buradan gəlib keçməmişdim. Maraqlı oldu. Hə, yəni, budur. Və mən bunu oxuyandan sonra əlbəttə ki, bunu həzm eləmək mənim üçün çox çətindir. Çünki açıq-açıq kitabın dediyi odur ki, tutaq ki, sənin hər hansı bir xəstəliyin vardısa, onun səbəbkarı sən özünsən. Sonra yolda hər hansı bir maşın gəlib sən maşına çırpırsa, bunun səbəbkarı sən özünsən. Sonra
Hətta belə çıxır ki, sən əgər şəxsi münasibətlərində o qədər də xoşbəxt deyilsənsə, onun da səbəbi özünsən. Yəni sən həyatında nə baş verirsə, onun səbəbkarı, məsul şəxsi sən özünsən. Özünü düzəltməlisən. Bunu həzm eləmək biraz çətindir. Təbii bu kitabı mən axıra qədər oxuyacağam. Və oxuduqca mənə fərqli bir perspektiv verir, fərqli bir baxış açısı verir. Çalışıram ki, zehnimi açıq tutum. Yargılamadan axıra qədər gedim, görüm nə çıxır, nə göstərir. Yəni bu günləri öyrəndiyim şey odur ki, həyatda nə baş verirsə, bu baş verən şeylərin hamısının səbəbkarı özüməm. Və keçmişdən qalan, yenə xatirələr sözünə dönürük. Keçmişdən qalan xatirələr, bu da var idi o 2 səhifənin içərisində. Keçmişdən qalan xatirələr bizə keçmişdə yaşadığımız hadisələri təkrar yaşadır ki, tutaq keçmişdə bir problem yaşamışıq, o problemi bir də yaşayırıq ki, bu o Tanrının, Tanrı deyir bu, ilahinin, Tanrı sözünü istifadə eləmir, ilahi deyir, ilahinin, divinite deyir fransızca. İlahinin bizə verdiyi bir şansdır ki, biz o problemi fürsət olaraq görməliyik ki, yanlış elədiyimiz hər hansı bir şey düzəldək. Onun üçün də xatirələr geri dönür, yaşadığımız təcrübələri bir daha yaşayırıq sağalana qədər. Və sağalmaq üçün də qısa olaraq başlamaq üçün səni sevirəm ifadəsini qorxmadan istifadə eləməliyik, özümüzə deməliyik bunu. Özümüzü sevdiyimizi ifadə eləməliyik. Bu elə bir qapını açır, telefonun kilidini açan kimi həmin bu söz. Ondan sonra da prosesus başlayır. Yəni budur, məntiq budur. Şimdi oxuduqca bu kitabı mən özüm belə qayd edib paylaşacağam. Bu əsas mənim özüm üçündür. Və YouTube'un müsbət tərəfi budur ki, videoları burada rahat bir şəkildə saxlaya bilirsən. 3 il, 4 il, 5 il sonra təzədən baxa bilirsən. Belə, kitaba davam edək. Görək, axırımız nə olacaq. İndi gedirəm məşq eləməyə.